Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Dostlar, mən siz başqa bir şey deyə bilmirəm, bilirsiniz. Çox suallar olur, çox nə bilim müraciətlər olur. Qurban olaram sizə, ayağınızın altında ölərəm. Vallahi yoktur müalicəsi. Müalicəsi yoktur. Yəni bu nevrozun ümumiyyətlə istəyir. Sonradan travma alırsınız. Post-travmatik istəyir. Endogen istəyir. Hipoxondriya istəyir. Bütün növləri olsun da. İsterik nevroz olsun falan. Yoktur. Anlatabildim mi? Bunun texnikaları var. Biz o texnikalarla işləyə bilirik və sizi həyata qaytara bilirik. Siz normal həyatı yaşaya bilirsiniz. Siz nəfəs ala bilirsiniz. Siz normal insanlar kimi özünüzü hiss edə bilirsiniz. Budur dostlar. Vallahi yoktur. Yoktur. Olmasın. Mən əvvəlki olum. Mən nə bilim qonşum kimi olum. Mən yoldaşım kimi olum. Mən oğlum kimi olum. Mən yoktur qurban sizə. Vallahi yoktur. Olsa canla başla mən. Yəni bu xəstəliyi məndən yaxşı bilən, inanmıram ikinci bir adam olsun Azərbaycanda. Mən dünya forumlarında iştirak edirəm və dünya psixologiya üzrə seminarlarda otururam, dururam, yaşayıram, bunlarla nəfəs alıram, bu şeylərlə. İnanırsınız, mən bayağı bir pasiyentim mənə bir şey yazıb, mənə çox pis təsir elədi. Pis təsir elədi mənə, ona görə ki, bir pasiyent yazır ki, mən test almaq istəyirəm, yəni 3 gündür, 4 gündür işləyirəm, birini sorğu eləmişəm ki, necəsiz? Yazıb ki, yaxşıyım, amma biraz narahatam. Fikirləşirəm ki, baxın, sonra onu iskajeniyalarına, düşüncələrdə fikir verin, düşünürəm ki, yəni çalışıram tez sağalım da, yəni çox tələsirəm sağalmaq üçün, amma çox təəssüf edirəm ki, bu gec sağalan bir şeydir, yəni bu texnikalar uzun müddət gərək eləyəsiz, filan eləyəsiz. Mənə çox pis təsir elədi, inanın, çox. Mən də istəyirəm hamısı tez sağalsın. Vallahi tez sağalasınız, tez. Çünki mən uzun günlər bu xəstəliklə əziyyət çəkmişəm. Çox pis əziyyət çəkmişəm həqiqətən. Mən də nəyə görə pis oluram? Mən nələr səhər dururdum ki, ilahi, gün qutarar, sabah qutarar, üzün qutarar, o belə. Yoxdur. Yoxdur elə bir texnika, yoxdur elə bir dərman, başınıza dönərəm, yoxdur. Olsa birinci mən bunu eləyərəm, buna müddət lazımdır, buna səbir lazımdır, buna nə bilim çox nə bilim iradə lazımdır, anlatabildim mi, yəni bilmirəm. Çox pisəm günləri, çox pisəm. Mən özüm yadıma düşürəm ki, mən kimlərə yalvarmırdım, mən kimlərin yanında olmamışam ilahi. Mən sizin de burada mən varam, mən sizə kömək eləyirəm oradan bura, amma o vaxtı yox idi, internet yox idi, bu yox idi, bu yox. Mən Moskva qoymadım, mən İsrail qoymadım, mən Belarusiya qoymadım, mən da yer qoymadım da, anlatabilirəm mi? Heç nə mənə kömək eləmədi. Heç nə, din, iman, namaz, nə bilim, hac, kərba, hər yerdə olmuşam, inanın mənə. Hər yerdə olmuşam. Heç nə mənə kömək eləmədi.
yalnız mən artıq məcburiyyət qarşısında ki, mən Belarusya yoldaşım mənim psixoloqum oldu. Mənim psixoloqum olandan sonra o ki məni başladı düzəlməyə və mən çıxdım, getdim buralardan və başladım oxumağa və s. Cavan idim də, yaşım çox az idi, amma mən çox şeylər gördüm. İndi mən hər kəs bizi, yəni hamımızı başa düşürəm, inanırsınız. Prosta niyə yalan danışaq ki, niyə burada nə deməm, niyə yalan danışmalıyım deməm. Budur da, budur. Yoxdur, bunun müalicəsi heç bir yerdə yoxdur. İnanın, ancaq psixoterapiya ilə siz beyni öyrəşdirirsiniz, zarurlumusuz olursunuz və idarəçilik sizin əlinizdə olur. Siz idarə edirsiniz. O demək deyil ki, ağrıları hiss eləmirsiniz və yaxud ümumiyyətlə bu düşüncələr, bu hisslər, zatlar sizdə olmayacaq. Belə bir şey yoxdur. İnanın mənə yoxdur. Onlar olacaq, amma idarəçilik sizdə olacaq. Siz idarə eləyə biləcəksiniz, tamam mı? Yəni yalandır da, bax, otururlar yalandan, mən səni 3 seansa, mən nə bilim nəyə, 5 seansa, 10 seansa, yalandır, baş üzə deyirəm. Psixoloji durumu pozğun olanları bəli, düzəldirik. Məsələn, bir həftəyə, bir aya, 5 günə, 3 günə düzəlmək mümkündür, amma nevroz çətindir. Mənim əzizlərim, sinir sistemi artıq vegetativ sistemdən gedir söhbət. Bu pozuqdur, anlatabildim mi? Yaxşı psixoloqlar var ki, mən özüm TikTokda məsələn bizim psixoloqlar məsələn çıxış eləyirlər və canlılarında yazıram. Deyirəm ki, bəs nevrozlar filan belə filan. Deyir ki, qardaşım, biz nevrozlara baxmırıq. Bax, onlar həqiqi insanlar, anlatabildim mi? Yəni, nə demək istəyirəm? Yəni, pula görə kimlərsə tələyə salmırlar, mənim xoşum gəlir. Onlar çox azdılar. Bir gün çox pis olmuşam, Mənim bir xəstəm var ki, 3-4 gündür işləyir, çox yaxşı idi. Bir günləri biraz narahatçılığı var idi. O dərəcədə narahat deyildi. Yazıb ki, mən düşünürəm ki, bəs buna müddət lazımdır, amma mən çox tələsirəm. Elə pis oldum ki, həqiqətən çox pis oldum. Özüm yadıma düşdüm də bir anlığa ki, mən də tələsirdim. Mən də elə düşünürüm, sabah düzələrəm, düzələrəm və belə. Nə bilim. Amma çox təəssüf edirəm, yoxdur da, yoxdur. Elə bir terapevtik bir yanaşma yoxdur, elə bir dərman ümumiyyətlə mən əleyhinəyəm. Çünki dərmanlar bilirsiniz, qadınlara vəhşi ziddir. Yəni qadınlarda mastopatiya yarada bilər və bilməzlər. Gələr bir başqa xəstəliklərə çıxarda bilər və şəkərə yol açan dərmanlar var. Yəni çox şeylər var da orada, hormonal dəyişikliklər baş verir. Onu biz bilirik. İndi həkimlər məcburdur bunu yazırlar, görürlər ki, xəstə sağala bilmir. Çünki onu ən əsas nevropatoloqlar eləyir və və ömürlük və yaxud 1 illik, 2 illik bu dərmanları, psixotrop dərmanları hətta yazırlar. Bunlar çox böyük fəsadlara gətirib çıxarda bilir, anlatabildim mi? Bunların əleyhinəyəm mən tamamilə. Sadəcə səbir istəyirəm, səbir və səbir. Müraciət eləyirsiniz, kimə müraciət eləyirsə eləyin. Yəni, psixoterapevtə müraciət eləməlisiniz və onu valşebnik kimi, seyrbaz kimi qələm eləməyin, tamam mı? Elə düşünməyin.
bu seyrbazdı 2 dəqiqə məni filan. Əgər o deyərsə mən 3 seansa, 5 seansa, 10 seansa bu düzgün bir şeyler değil. Və yaxud meditasyon sizə seanslar verər, ipaxonlara aiddir. Bir müddət yəni 1 saata da siz özünüzə gələ bilərsiniz, amma o demək deyil sağalmaqdır. Buna məşq lazımdır, çox texniki məşqlər lazımdır, zeyn məşqləri lazımdır. Anlatabildim mi? Bunlar vaxt aparan bir şeylərdir, çox vaxt aparır. Amma eləsəniz, canla başla eləsəniz, vallahi deyirəm siz qonşunuzdan da, baxın bir xəstə vardı, bir günləri deyir mən qonşuma sadəcə paxılan var. Major depressiyadadır bu insanda. İndi pis hiss eləyir özünü və qonşularına və s. paxıllığını çəkir. Bu onu narahat eləyir. Bu his bilirsiniz biraz dözüm lazımdır. Biraz işləmək lazımdır. Anlatabildim mi? 5 gün, 3 gün, nə bilim, bu belə deyil. Yəni 5 günə siz bundan effekt gözləməyin. Qurban olaram sizə. Acizdir, elm də acizdir və biz də acizik. Biz danışırıq, yəni bizə müraciət eləyin, belə eləyərik, elə eləyərik. Hardasa orada nə bilim, nə xarakterli, reklam xarakterli ola bilər və yaxud necə, amma mənim bütün video sujetlərimdə Allah şahiddir ki, mən qadağa olunmuş bir şeylərin hamısını açıqlayıram orada. Hər şey deyirəm. Bəlkə bu insanların bəziləri var ki, bilirsiniz, beyin özünü vastanavit eləməyə marağı var. Anlatabildim mi? Yəni elə xəstələr var ki, təzə tutulublar nevroza, məsələn, təşviş həyəcanı və beyin marağındadır ki, mən vastanavit olum. Birinci növbədə beyin marağındadır, sizdən də qabaq. Və bizim təkanlarla bir kəlməmizdən belə həyata qaytarılır və öz həyatını davam eləyə bilir sağlam şəkildə və ona görə də mən bütün əlimdən gələni açıqlamalar, orada detallar var ki, onlara toxunmaq olmaz, hər həkimlər bunu eləməz, amma mən eləyirəm, deyirəm, qoy bu millət mənim millətimdir də. Mən Azərbaycanca danışıram, buna rus baxmır, ingilis baxmır, bursa. Qoy bunlar baxsın, faydalansın da, düzdürmü? Vallahi. Ancaq bir günləri çox kövrəlmişəm, çox pis təsirləndi. Mənim o xəstəm həqiqətən o sözü birbaşa mənim beynimə işlədi ki, mən də o cür nəydim, hər gün dururdum ki, bir gün yaxşı olaram, sabah yaxşı olaram, anama deyirdim, amma yaxşı olaram mən, yaxşı olaram, mənim yaşım az idi. Aldadırdılar məni, o psixologlar, nefropatologlar, çox şey, başıma oyunlar gəlib, başıma oyunlar. Birbaşa, mən də leyhinəyəm, mən də onun tərəfdarıyam ki, tez bir zamanda xəstələr sağalsınlar, amma çox təəssüf edirəm, 3 gün, 5 gün söhbəti deyil, qurban sizə. Buna biraz iradə lazımdır, güc lazımdır və davamlı olaraq texnikaları təkrarlamaq lazımdır, tamam mı? Yəni, mümkündür, sağalmaq mümkündür, tamamilə mümkündür. Necə ki, mən sizin gözünüzün qarşısındayım və belə bilirsiniz nə qədər adamlar sədalaya bilərəm, yəni sağalıblar. Mümkündür. Mümkün olmasa, yəni mən boynuma götürmürəm heç vaxt. Birbaşa deyirəm ki, mən acizəm. Yəni burada nə var ki, boş-boş mən pul alım və yaxud nəsə də belə boynuma pula görə götürüm və onu bacarmayım. Yox, sərtəm, düzdür, sərtəm. Məni tanıyanlar bilirlər, mən çox sərtəm, müalicə vaxtı çox sərtəm, çünki mən tələbkaram, mən tələb eləyirəm və gördüm ki, yox, bu insan mənim tələblərimə uyğun hərəkət eləmir, onunla da söhbət bağlanır. Anlatabildim mi? Sağalın da, sağalın, nə olar ki, mən 5 gün, mən xəstə insanam, bilirsiniz.
rak dövrəm, indi görərsiniz başımı keçəl eləmişəm. Bir mağazada saqqalımı almışam, biraz zavan görsəm, nəsə mənə çox yaş verirlər. Son illər belə olmuşam mən. Belə xəstəyəm, hamınız bilirsiniz də, məndə böyrək çatışmamazlığı var. Mən büyüm varam, sabah yoxum. Faydalanın, nə bilim, mən də öləndən sonra rəhmətlidir. Vallahi. Allah hamımızı qorusun. Allah Teala hamımızın yanında olsun her zaman. Hamımıza kömək olsun. İlahi Pərverdigar hamısına kömək olsun. Ağramayın. Ağrı çox bir şeydir. Qurban sizə. Ağramayın. Her zaman da sizin dalınızdayım. Vallahi yanınızdayım. Ne kadar sağ olun. Sağ olun. Salamat qalın.